Değerli dinləyicilər, Azərbaycan Ədəbiyyat müəllimləri, dahi sinif müəllimləri, cümlədən abituriyentlər, şagirdlər. Ümumi və sertifikasiya mətnləri silsiləsindən 3-cü dərsimizə başlayırıq. 2-ci dərsimizdəki mətnin cavabını, doğru cavabını söyləmədən əvvəlcə 3-cü mətnin suallarını oxuyuram. Bunu dinləmə mətni şəklində cavablandıraq, sonra isə oxu şəklində cavablandıracaq. Ondan sonra ikinci mətnin, keçən dərsdəki paylaşdığımız mətnin izahını verəcəyim. Çox da asan bir tapşırıq idi. Üçüncü sualı siz oxuyursunuz, elə mən də oxuyum, səsləndirim. Əgər özünüz oxumaq istəsəniz, mənim səsləndirməyim diqqətinizi yayındırırsa, onda videonu saxlayıb o cür oxuyun. Üçüncü sual. Mətnə əsasən səhv fikirləri müəyyən edin. 1. Avropa ölkələrində elm, təhsil, səhiyyə güclü inkişaf etmişdir. 2. Amerikada əhalinin yaşayış səviyyəsi yüksəkdir. 3. Ölkələr həyat səviyyəsinə görə 3 qrupa bölünür. 4. Həyat səviyyəsi ilə elm, təhsil, səhiyyənin səviyyəsi düz mütənasib. Mən sualı ona görə səsləndirirəm ki, dinləmə mətninə qulaq asmamışdan qabaq sualla tanış olmaq lazımdır. İngilis dilindən, xarici dildən imtahan verən şagirdlər, abituriyentlər bunu bilirlər. Əvvəlcə dinləmə mətninin sualı ilə tanış olmaq lazımdır ki, mətni dinləyərkən hansı nüanslara fikir vermək lazımdır, həmin nüanslar diqqətlərində olsun. İndi mətni səsləndirirəm, 2 dəfə səsləndirirəm. Ölkələr əhalisinin yaşayış səviyyəsinə, istehsal edilən məhsulların həcminə, istehsal və qeyri-istehsal sahələrinin inkişafına görə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə ölkələr insanların həyat səviyyəsi yüksək olan, orta səviyyədə yaşayan və həyat səviyyəsi aşağı olan qruplara ayrılır. Həyat səviyyəsi yüksək olan ölkələrdə elm, təhsil və səhiyyə güclü inkişaf edir. Belə ölkələrə Amerika Birləşmiş Ştatları, Yaponiya, əksər Avropa ölkələri aiddir. Həyat səviyyəsi aşağı olan ölkələrdə isə əhalinin əksəriyyəti yoxsuldur. Bu ölkələr əsasən Afrika, Asiya və Cənubi Amerikada yerləşir. Bəzi Afrika ölkələrində isə ərzaq və uşaqların təhsil problemləri daha çoxdur. Mətni ikinci dəfə səsləndirirəm. Ölkələr əhalisinin yaşayış səviyyəsinə, istehsal edilən məhsulların həcminə, istehsal və qeyri-istehsal sahələrinin inkişafına görə bir-birindən fərqlənir. Bu xüsusiyyətlərinə görə ölkələr insanların həyat səviyyəsi yüksək olan, orta səviyyədə yaşayan və həyat səviyyəsi aşağı olan qruplara ayrılır. Həyat səviyyəsi yüksək olan ölkələrdə elm, təhsil və səhiyyə güclü inkişaf edir. Belə ölkələrə Amerika Birləşmiş Ştatları, Yaponiya, əksər Avropa ölkələri aiddir. Həyat səviyyəsi aşağı olan ölkələrdə isə əhalinin əksəriyyəti yoxsuldur. Bu ölkələr əsasən Afrika, Asiya və Cənubi Amerikada yerləşir. Bəzi Afrika ölkələrində isə ərzaq və uşaqların təhsil problemləri daha çoxdur. İndi siz videonu saxlayıb, mətni suallarını cavablandırırsınız. Sonra isə mən bunu oxu şəklində ekrana gətirirəm. İndi siz oxu şəklində görürsünüz burada. Burada bəzi orfoqrafik səhvlər olub. Həmin orfoqrafik səhvləri də düzəldim. Burada görə olmalı idi. Burada yüksək düşüb olmalıdır. Yəqin ki, siz videonu saxlayıb baxacaqsınız. İndi mən keçirəm ikinci mətnimizə. Keçən dəfəki dərsdəki mətnin izahını.
Keçən dəfəki mətnimizin sualı belə idi. Mətnə əsasən gün ərzində təxminən 40-a qədər milçək yollayan cızdıramanın neçə cəhdi uğursuz olar? Burada faiz məsələsini bilmək lazım idi. Faiz %1 demək. %1. 95% nə deməkdir? %10.9 demək. Daha doğrusu 20'də 95% 20'də 19 demək. Yəni burada 95% də o qalan 5% 20'də 1 demək. Yəni bir tənasüb qursa 95% 20'də 1 demək. Və yaxud bilmirəm, onu bəlkə kobud şəkildə də hesablamaq olar. Yəni 100'ün 5%-i 20'də 1. Yəni bu riyazi məsələni, yəni mən bilmirəm necə izah edeyim bunu. Yəni %95, əgər biz bir tənasüb qursaq, yəni %95, yəni bu bərabərdir. Yəni bunu ixtisar eləsək, 5'ə bölsək, 95'i 5'ə bölürük, 19 olur. 100'ü 5'ə bölürük, 20 olur. Bu 20'də 19 demək. 95% 20'də 19 demək. Yəni bir cırcırama 20 cəhd eləyəndə onun 19'unda uğurlu olur. Bu o deməkdir ki, gün ərzində 40'a qədər milçək tutan bir cırcırama, tutacaq bir cırcırama, onun 40 cəhdindən cəmi ikisi boşa çıxır. Yəni o 40 cəhd eləyəndə 38'ində milçək tutmuş olur. Yəni o 2 dənəndə arxası ilə tutmaq çox rahatdır. Deməli 40 milçək tutanda 40 milçək cəhdində cəmi 2 dənə boşluq olur. Yəni 2 cəhdi uğursuz olmuş olur. Deməli doğru cavab A variantı olur. Əgər sizə bir faydam toxundusa mənim üçün nə mutlu. Diqqətinizə görə təşəkkür edirəm. Bu testimizin cavabı A variantı oldu. Bu mətnimizin cavabı A variantı oldu.